Azərbaycan Texnologiya Universitetinin gənc tədqiqatçı və tələbələrindən ibarət komanda region universitetləri arasında ilkə imza atıb. Onlar süni intellekt əsaslı, tam yerli imkanlarla hazırlanan ağıllı elektrik avtomobili Atukar layihəsini ictimaiyyətə təqdim ediblər. Layihə süni intellekt, alternativ enerji mənbələri və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir. Maşın günəş panelli enerji sistemi, özəl dizaynlı batareya texnologiyası, biohərəkət sensorları, GPS əsaslı naviqasiya, səs komandaları ilə mexaniki və pultlə idarə etmə sıfırdan hazırlanmış beyin sistemi ilə təchiz olunub. Avtomobil 120 kiloqrama qədər yükü hərəkətə gətirə bilir. Müasir dünya yaşıl enerji dünyasıdır və artıq daxili yanma mühərrikləri ildən ilə azalmağa başlayır, xüsusən istehsalı. Və bunun nəticəsində biz alternativ enerji ilə işləyən və batareya sistemi ilə təchiz olunmuş, ağıllı idarəetmə sistemləri olan bir avtomobil fikirləşdik. Məqsəd bu avtomobilin MVP-sini təqdim eləyərək biz bunu daha da gələcəkdə genişləndirib, kargo sistemləri, yəni xüsusən daşıma funksiyası olan sistemləri təchiz eləyib dövlətimizə, vətənimizə bir məhsul təqdim eləməkdir. Kargo maşınları hal-hazırda çoxu insanlıdır. Biz insansız kargola bu prosesi avtomatlaşdırmaq məqsədli tuturuq. Demək, bateriyadır, motordur, sonra lidar sistemidir və GPS sistemlərdir, beyindir, hansısa ESP-dir. Onların hamısını biz yığmışıq.